Dövlət başçısı Sahibə Qafarovanı qəbul edib və ona şərəf ordenini təqdim edib. Salam verin. Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, can sağlığı arzulayıram. Siz uzun illər Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 il uğurlu fəaliyyət göstərirsiniz. Sizin fəaliyyətinizi mən yüksək qiymətləndirirəm. Həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz. Və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim sərəncamımla siz şərəf ordeni ilə təltif olunmusunuz və icazə verin bu ordeni sizə təqdim edin. Çox sağ olun. Təbrik edirəm. Çok sağ olun. Çok minnettarım. Mühtərəm canım prezident icazə versəniz mən bir neçə söz deyərdim. Mühtərəm canım prezident bu yüksək təklifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istəyərdim. Və onu da qeyd etmək istəyərdim ki, bu yüksək təklifi mən Azərbaycan Respublikası Milli Məclisinin işini qiymətləndirməsi kimi dəyərləndirirəm. Və əmin etmək istəyirəm ki, mühtərəm cənab prezident həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə Milli Məclis adına demək istəyərdim ki, bizim hər birimiz sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacaq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün əlindən gələni eləyəcək parlament səviyyəsində. Mən sizə çox minnətdaram mənim haqqımda dediyiniz bu sözlərə görə və ömür boyu da işləmişəm ki, həmişə cəmiyyətimizə hansısa bir xeyir gəlsin və bundan sonra da mən əməlliklə demək istəyirəm ki, işlədiyim zamanı həmişə Milli Məclis sədri kimi bir insan kimi, Azərbaycan vətəndaşı kimi əlimdən gələni eləyəcəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən sizə çox minnətdaram. Sağ olun. Təşəkkür ederim.